Türkü dilin təhcə öldürəni və qatili Türkün qızlarıdırlar. İndi gör ki, Türk qızlar, nisbətlə oğlanlar daha çox farsı danışırlar və beyinləri daha çox asimilə olubdur. Amma ey qızlar, ey Türk qızları, özünüzdən bir döyüş soruşun. Aya doğudan farsı danışmaq, nisbətlə Türk danışmaq kilası çox tərdir. Ya bu kilası ki siz deyirsiniz, vaqəən beyninizə bu cür elqa olubdur ki, bəzi siyasətlər emal olar sizin beyninizdə və siz binoyi o səyyasların, İran şəhərlərin qolçağı olubsuz. Niyə gərək öz dilinizi satasınız və ayrı dildə danışasınız? Türk qızlaradır mənim sözüm. Baxın, bir gün gələcəkdir ki, İranın televizonlarında İran şəhərlər duracaqlar, deyəcəklər ki, biz müvəffəqiyyətçiliklə türkü dilini öldürdük. Və bunu mütməyin olun ki, deyəcəklər bir gün. Amma bunun qabağını alan Türk qızları ola bilər və bu işi yerinə yetirən də Çində yetirirlər, ya da Türk qızları ola bilər. Ki bu qızlar ta özlərinə gəlməyiblər, bir camiənin fərhəngi və dilini müşəxəs eləyən və der vaqə təsiri çox olan çoxlar cinsi müənnəsdir. Çoxlar analar və qızlardır ta atalar və oğlanlar. Buna görə ey qızlar, əgər siz öz dilinizi satsaz, mütməyin olun ki, türkü öləcəkdir. Türkü dili çoxlar sizin çiyinizdədir, ta biz oğlanları.